Dedik ki, bu dövrdə Azərbaycanda xanlıqlarla bərabər sultanlıqlar, məmlüklər və camaatlıqlar var idi. Bunlar da elə xanlıqlar kimi kiçik dövlətlər idilər. Camaatlıq dedikdə Car Balakən camaatlığı nəzərdə tutulur. Car Balakən camaatlığı Kater, Car, Balakən, Muxaq, Dənik və Tala bölgələrindən ibarətdir. Türk soylu tayfalar tərəfindən idarə olunacaqdı bu camaatlıqlar. Adətən xalq tərəfindən idarə olunur. Ağsaqqallar əsas nüfuz sahibi idi. Məhkəmələrə nəzarət edən ruhanilər isə nüfuz sahibi olacaq. Xalq yığıncağında ağsaqqallarla bərabər cavanlar da, yəni gənclər də burada iştirak edirdi və burada bir çox məsələlər, xüsusən müharibə, sülh, Car Balakən camaatlığının taleyi ilə belə deyək də əlaqəli bir çox məsələlər burada müzakirə olunacaqdı. Sultanlıqlar dediyimizdə isə onlar da kiçik sultanlıqlar. Bunlar adətən biz Səfəvi dövründə keçmişdik. Bu bilirsiniz hansıları? Bu kiçik inzibati ərazi başçıları adlandırılır. Sultan bağı onlardan törənmədi. Bunlar hansılar olacaqdı? Qazax, Şəmkətli, Borçalı, İldisu, Ərəş, Qəbələ sultanlıqları. Ən məşhur sultanlıqlar biz Qazax, Borçalı, Şəmkətli daha çox deyirik. Burada belə deyək də İldisu sultanına baxdığımızda, Borçalı və Ərəş sultanına baxdığımızda bunlar Səfəvilər dövründə yaranacaqdı. Borçalı, İldisu, Ərəş. Bunlar içərisində İldisu əvvəllər hakimiyyəti, yəni sultanı xalq özü seçirdisə, 18-ci əsrin sonlarında isə irsən keçməyə başlayacaqdı bu sultanlıqlar. Qazax, Şəmkətli, Borçalı sultanlıqları bir növ gürcülərə qarşı, belə deyək, Qazax, Şəmkətli, Borçalı sultanlıqları gürcülərin işğalı altına düşmüşdü, bilirsiniz 18-ci əsrin 40-50-ci illərində və bundan sonra isə Həcc Çələbi xanın rəhbərliyi altındakı qüvvələr onları məğlub edib ələ keçirəcəkdilər. Bu sultanlar içərisində Ərəş 1795-ci ildə Şəkinin birbaşa tabeliyinə daxil olacaqdı. Qalanları isə yenə dediyimiz kimi Qəbələ də Şəki xanlığına tabe idi. Amma Borçalı, Qazax, Şəmkətli isə bunlar gürcülərin tabeliyinə olacaqdı. Amma ümumi götürəndə sultanlar içərisində İllisudan başqa qalanları belə deyək də Şəkidən asılılığı bir müddəti də olsa qəbul edilir. Lakin İllisu heç vaxt Şəkidən asılılığı qəbul edilmir. Bununla bərabərində bizə Məlliklər də var idi. Məlliklər əsasən Qarabağ xanlığında yerləşirdi. Keçmiş Albanların davamçıları hesab olunurdu. Sonradan Qriqoryanlaşdırılmış, yəni xristianlaşmış Məlliklər idi. Bunlar ermənilərin Qriqoryan kilsəsini götürən Məlliklərdir. Onlar adətən bir növ belə deyək, Qarabağ daxilində separatizmlə məşğul olurdular. Mərkəzi hakimiyyətə tabe olmurdular və mərkəzi hakimiyyətə qarşı mübarizə aparırdılar. Hər zaman Qarabağ xanları İbrahim Xəlil xan olsun, Pənahlı xan olsun, Məlliklərə qarşı mübarizə aparmışdı. Məlliklər hansılar? İftizar, Xaçın, Vərəndə, Çiləbörk, Gürcüstan. Bunlar içərisində bir dənə Xaçını bilməlisiniz ki, İrsən, üzr istəyirəm, yəni Qarabağ, əsl Qarabağ Məllikliyi idi. Qalanları köçüb gəlib burada Məlliklərdir. Amma Xaçın sırf Qarabağın özünün belə deyək də Məllikliyi olacaqdı. Əvvəlindən burada yaşayanlar da keçmiş Albanların davamçıları hesab olunacaqdı. Bunlar da 18-ci əsrdə belə deyək də siyasi mübarizədə hər zaman iştirak ediblər, həm sultanlar. Lakin 19-cu əsrin əvvələ gələndə xanlıqlar kimi bunların da Rusiya tərəfindən işğalı və onlar tərəfindən də daxili hakimiyyətinin bir növ başa çatmasına nəticələnəcəkdir. Dərsimiz bu qədərdir uşaqlar. Bunlar da sizin Qazax, Şəmkət, Car Balakən və Məlliklər sultanlıqlar dərsidir.